Nəriman Nərimanovun adı Azərbaycan siyasəti, ədəbiyyatı və tibb sahəsi ilə sıx bağlıdır. O, 1870-ci ildə Tiflisdə anadan olmuş. Təhsilini Novorosisk Universitetində tibb ixtisası üzrə tamamlamışdı. Azərbaycan ədəbiyyatında Nərimanov ilk milli roman olan Bahadır və Sona və ilk tarixi faciə olan Nadir Şah əsərlərinin müəllifidir. Hər iki əsər Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm mərhələ hesab olunur. Lakin onun siyasi fəaliyyəti ədəbi yaradıcılığından daha geniş miqyas qazanmışdı. Əvvəlcə Məmməd Əmin Rəsulzadə və digər milli ziyalılarla yaxın olmuş, sonradansa Bolşevik hərəkatına qoşularaq partiyanın önəmli simalarından birinə çevrilmişdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nərimanov Azərbaycan İnqilab Komitəsinin sədri, daha sonra isə Azərbaycan Sovet Sosialist Respublikasının Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışmışdı. O, həmçinin Sovet İttifaqının yaradılmasında iştirak etmiş və SSR Mərkəzi İcra Komitəsinin üzvü olmuşdu. Nərimanovun taleyi isə həmin dövrün bir çox siyasətçiləri kimi faciəvi olmuşdu. Stalinin hakimiyyətə gəlməsindən sonra o siyasi kənarlaşdırmaya məruz qalmış və Moskvada yaşamağa məcbur edilmişdi. 1925-ci ildə müəmmalı şəraitdə vəfat etmiş və Kreml divarı yaxınlığında dəfn olunmuşdu.